Salam, hər vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda sizlər üçün 2023-cü ildə keçirilmiş ikinci qrup, ikinci şans imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Birinci sual belədir. Kürə mərkəzindən 10 sm məsafədə olan müstəvi ilə kəsilmişdir. Deyir, kürə mərkəzindən 10 sm məsafədə müstəvi ilə kəsilmişdir. Demək, bir kürə qeyd edək. Mərkəzdən 10 sm məsafədə bir müstəvi ilə kəsilmişdir. Sonra kürənin radiusu deyir 14 olarsa, alınan kəsiyin sahəsini tapın. Burada diqqət etsək, radius mərkəzdən kürəyə qədər məsafədir. Yəni bunu istənilən bir yerə birləşdirə bilərik, amma bura birləşdirsək və buradan da həmin kəsiyin radiusunu qeyd etsək, bu kürənin radiusu 14 idi. Bizdən kəsiyin sahəsi, kəsiyin dairə olduğuna görə S bərabərdir pi r kvadratı. Burada Pifagor teoremi tətbiq etsək, r kvadratı bərabərdir 14-ün kvadratı çıxılsın 10-un kvadratı. Bunda 196-dan 100 çıxanda r kvadratı 96 eləyəcək. Onu da gətirib yerinə yazsaq olacaq 96 pi. Yəni A variantı. İkinci sualda deyir, bankdan əvvəlcə məbləğin 40%-ni, sonra isə qalan məbləğin 40%-ni götürdülər. Bankdan əvvəlki məbləğin neçə faizi deyir qaldı? Bankda əvvəlki məbləğin neçə faiz qaldı? Demək, ən birinci bankda 100% məbləğ olsun. 40%-ni götürüblərsə, qalıb bankda 60%. Sonra isə qalan məbləğin 40%. Yəni 60% qalıb, 60%-dən 60-ın 40%-ni götürüblər. Onda buradan sıfırlar atsaq 6, 4-ün 24, 60-dan 24 çıxanda bu da 36% verəcək. Bu qalan məbləğdir. Bizdən deyir ki, əvvəlki məbləğ neçə faizi qaldı? Elə 36%, yəni doğru cavab A variantı olacaq. Üçüncü sual. 1 bölünsün n minus 1 faktorial, üstə gəlir 3 bölünsün n faktorial, vurulsun n plus 1 faktorial, 24 olursa n tapın. Burada bunu ortaq məxrəcə gətirsək, ortaq məxrəc bunlara n faktorial olacaq. Bilirik ki, hər bir faktorial, yəni özündən əvvəlki faktoriallara tam bölünür. Məsələn, 4 faktorial 3 faktoriala tam bölünür. Çünki 4 faktorialın içində 3 faktorial yerləşir. Eyni zamanda da n faktorialın içində n-1 faktorial yerləşəcək. Çünki n-1 faktorial 1-dən n-1-ə qədər ədədlərin hasilidir. n-1-ə qədər. Amma n faktorial isə 1-dən n-ə qədər ədədlərin hasilidir. 1-dən n-ə qədər. Yəni burada 1-dən n-1-ə qədər n-1 faktorial qəbul etsək, n-1 faktorial vur n deməkdir, n faktorial. Ona görə də buna böləndə n dəfə düşəcək. Yəni n faktoriala n-1 faktoriala bölsək, n eləyəcək. Buna bölsək 1 dəfə düşəcək. Olacaq n plus 3. Vurulsun n plus 1 faktorialda n faktorialdan 1 vahid böyük olduğuna görə, yəni bunu n faktorial demək, vurulsun n plus 1 kimi yaza bilərik. Bərabərdir 24. Burada n faktoriallar gedər. n plus 3 vurulsun n plus 1 24. Vurub açıram. N kvadratı plus 3n plus n plus 3 bərabərdir 24. N kvadratı üstə gəl 4n. 24'ü sol tərəfə geçsək, minus 21 bərabər 0. Kökləri hasil mənfi 21, cəmi mənfi 4 eləyən ədədlər, mənfi 7 və üstü. Faktorial yəni mənfi ola bilməz. Onda n olacaq 3. Doğru cavab C variantı. Dördüncü sualda deyir, üçbucaqlı DABC piramidasında DA yantili ABC oturacaq müstəvisinə perpendikulardır. Demək, üçbucaqlı DABC piramidası. Deyir, DA yantili ABC oturacaq müstəvisinə perpendikulardır. Onda A-nı bura qeyd edirəm. DA yantili oturacaq müstəvisinə perpendikulardırsa, burada 90 dərəcələr var. Yəni, DA hündürlükdür. BAC 90 dərəcədir. BAC. A bucağı da 90 dərəcədir. Demək, oturacaqdakı üçbucaq düzbucaqlı üçbucaqdır. Sonra AD, AB və AC bir-birinə bərabərdir. D təpəsindən BC düz xəttinə qədər olan məsafə 5/6-dır. D'dən BC-yə qədər məsafə, yəni oraya endirilmiş perpendikulardır.
Bunu bizə 5/6 verib. Demək 5/6. Olarsa piramidanın hündürlüyünü deyə tapın. Yəni DA-nı tapın. Onda DA-nı x qəbul edirəm. Onda AC x AB də x olacaq. Onda BC olacaq x köşdə 2. BC-yə x köşdə 2-dir. Onda A ilə həmin o buranı da bir DH qəbul edək. A ilə H-ı birləşdirirəm. Burada düzbucaqlı üçbucaq yaranır. Demək burada bir düzbucaqlı üçbucaq yaranır. Diqqət edin. A ilə H-ı birləşdirəndən sonra. Bu da düzbucaqlı üçbucağın AH həm hündürlük, həm median, həm tənbürəndir. Median hipotenuzun yarısıdır. Yəni bu olacaq x köşdə 2 bölü 2. Bizə də DH-ı vermişdi axı. 5/6 vermişdi. Pifagor teoremi tətbiq edelim. Katetləri x köşdə 2 bölü 2, hipotenuzda 5/6. Pifagor teoremi tətbiq edib x tapaq. Demək x kvadratı üstə gəlsin. X köşdə 2 bölü 2-nin kvadratı bərabərdir 5/6-nın kvadratı. X kvadratı olduğu kimi qalacaq. X köşdə 2 bölü 2-nin kvadratı bu edir 4-də 2x kvadrat. Yəni x kvadratı bölü 2. Bərabərdir 5/6-nın kvadratı 25 vurulsun 6-da. Yəni 150. Bunu da 2-də 3x kvadrat eləyəcək. Bərabərdir 150. 150 ilə 3 gedəcək ixtisar 50 dəfə. X kvadratı bərabərdir 100. X olacaq 10. Demək doğru cavab D variantı olacaq. 5-ci sual. Fx bərabər 4x kubu üstə gəl 2x funksiyasının qrafiki 1,27 nöqtəsindən keçən ibtidai funksiyası üçün f mənfikini hesablayın. Fx funksiyasının ibtidai funksiyasını yazaq. Bilirik ki 4x kubu ibtidai funksiyası 4x üstü 4 bölünsün 4'dür. Üstə gəlsin 2x'in ibtidai funksiyası 2x kvadratı bölü 2'dir və plus c. 1,27 nöqtəsindən keçən deyirsə, onda buradan 4'lərə aparıram, 2'lərə gedir. 1,27 nöqtəsindən keçirsə fx yəni ibtidai funksiya 27'dir, x'lər də 1'dir. 1 plus c. Onda c bərabər 27 çıx 2 25'dir. Demək bunun ibtidai funksiyası x üstü 4 plus x kvadratı plus 25 imiş. Bizdən f mənfi 2'ni hesablayın deyir. X'dən yenə mənfi 2 qoyacaq. Mənfi 2 üstü 4 16, mənfi 2 üstü 2 4 və 25. Bu da 20 üstə gəlir 25 45 verəcək, yəni E variantı. Növbəti 6-cı sual deyir B-nin həmdəsi silsiləsində B1 4 olarsa bu ifadəsinin qiymətini hesablayın. Demək B9 bərabərdir B1 vurulsun 2 üstü 8. Yəni B9'un kvadratı olduğuna görə olacaq B1'in kvadratı vur 2 üstü 16. Hər ikisi kvadrat yüksələcək. Çıxılsın B1'in kvadratı. Məxrəcdə də B17'ni yazıram. B1 vurulsun 2 üstü 16 çıx B1. Yuxarıdan B1'in kvadratını çıxardıram. 2 üstü 16 çıx 1 qalır. Aşağıdan da B1'i çıxardıram. 2 üstü 16 çıx 1 qalır. 2 üstü 16 çıx 1'lər gedir. B1'in 1'i gedir. Cavab olur elə B1. Yəni 4. D variantı. 7-ci suala diqqət edək. 7-ci sualda diqqət etsək görək ki, sol tərəfdə loqaritma əsasları indi. Ona görə də vurulacaqlar üstlər. Loqaritma 3-də bir əsas olduğu kimi qalacaq. X plus 4, x minus 4 olacaq. Sağ tərəfdə də loqaritma 3-də bir əsasdan 20. Loqaritmanın əsasları eynidir və birdən kiçik olduqlarına görə bərabərliyin işarəsi əksinə dəyişəcək. Yəni x minus 4 vurulsun x plus 4 kiçik bərabərdir 20 olacaq. Bu da x kvadrat çıx 16 kiçik bərabərdir 20. 20'ni sol tərəfə keçirəm. X kvadratı çıx 36 kiçik bərabər 0. Bunu da bərabər kimi həll etsək müsbət mənfi 6 eləyir intervallar. Mənfi 6, müsbət 6 daxildir, müsbət mənfi. Müsbət bizə kiçik bərabərlər oldu. Ona görə mənfi 6, 6 daxil olmaqla olacaq. Digər tərəfdən də biz bunu da nəzərə almalıyıq. Yəni bunlar müsbət olmalıdır. Çünki loqaritma təyin oblasti 0 müsbət sonsuzdur. X plus 4 böyük olmalıdır, x minus 4 də böyük olmalıdır. Onda əgər x minus 4 böyük olacaqsa, demək buna ehtiyac yoxdur. X böyükdür 4 olmalıdır. Yəni 4-dən böyük olmalıdır. Mənfi 6, 6 aralığında 4-dən böyüklərlə kəsişdirsək, demək mənfi 6, 6 aralığın 4-dən böyüklərlə kəsişdirsək, cavab olacaq onda 4-dən 6-ya kimi. 4-dən 6-ya kimi içində tam həllər olacaq 5 və 6. Onda tam həllərin cəmi 11 eləyəcək. Davam edirik. 8-ci sualda deyir C nöqtəsi A1 parçasının A nöqtəsindən başlayaraq
2-3 nisbətində bölür. 2x 3x. AC-nin, yəni 2x-in AB-yə, yəni 5x-a nisbətini istəyir. 2x-in 5x-a nisbətində x-lər gedəcək, 2 bölünsün 5. Yəni 0,4 doğru cavab olacaq B variantı. 9-cu sualda deyir M və N natural ədədlər üçün bu olarsa M-ni tapın. M-in açılışı məlum məsələdir ki, bilirik ki 10M üstəgəlindir. 10M üstəgəlin. N-in açılışı 10N üstəgəlindir. Bu da eyni qayda ilə 10M plus N. Bu da 10N plus M. Burada mənfi nəzərə alınacaq. 10M plus N-in üstünə 10M plus M gələndə 11M üstəgəl 11N surətdə eləyir. 11M üstəgəl 11M. Məxrəcdə isə burada mənfi nəzərə alınacaq. Bu çıxılanda bu da minus olacaq. Onda 10M-dən M çıxanda 9M çıxılsın 9N. Bərabərdir 5-də 11. Yuxarıdan 11-i, aşağıdan 9-un mötərizə xaricini çıxarsaq, yuxarıda 11 M plus N, aşağıda M minus N, bərabərdir 5-də 9, 5-də 11. 11-ə gedəcək. Çarpaz vursaq, 9M çıxılsın 9N, bərabərdir 5M plus 5N. Bərabərdir M-ləri soluna, N-ləri sağına geçsək, 4N bərabərdir 14N. 2-yə bölürəm, 2M bərabərdir 7N. Yəni buradan M N2, M7. M7, N2. M-in 2 rəqəmli ədədini istəyir. M7 2 olduğuna, 7 olduğuna görə, N2 olduğuna görə onda 72 doğru cavab olacaq. Mərkəzi O nöqtəsində olan çevrədə AMB qövsünün dərəcə ölçüsü AMB bu 46 dərəcə olarsa ABC bucağını tapın. Bilirik ki, diametr qövsü, tam qövsü yarı bölür. 180-in yarısı o yüzden yarısı bu düşür. 180 46-sı buradası 134 dərəcə qalır. 134 daxilə çəkilmiş bucaqda qövsün yarısıdır. 134-ün yarısı da 67 dərəcə olacaq. Y variantı. 11-ci sual. Y üstü x plus 1 bölü x funksiyasının qiymətlər çoxluğunu tapın. Baxırıq y-yə. Y 2-dən 2 tam nə qədər? Təqribən 2 tam 171. 1-dən böyük olduğuna görə funksiya artan funksiyadır. Artan funksiya olduğuna görə x plus 1 bölü x-i biz qiymətləndirəcəyik. Koş bərabərlisinə görə x plus 1 bölü x əgər x müsbət ədəd olarsa, yəni 0-dan böyük olarsa, böyük bərabərdir 2 kök altında bunların hasindən. Əgər x mənfi ədəd olarsa, x plus 1 bölü x kiçik bərabərdir mənfi 2 kök altında bunların hasindən. Yəni bu qaydada yadda saxlayın. Bu 2 edir, bu da mənfi 2-dən, yəni kiçik bərabər. Müsbət olanda isə 2-dən böyük bərabər. İndi bu artan olduğuna görə müsbət hissəsi qüvvəti ən kiçiyi 2-dir. Çünki bunun x 0-dan böyük olanda x plus 1 bölü x-in qiymətli olması 2 müsbət sonsuz olacaq. X 0-dan kiçik olanda bunun qiymətli olması mənfi sonsuzdan mənfi 2-yə kimi olacaq. İndi bu artan funksiya olduğuna görə kiçikdə kiçiyi alır, böyükdə böyük. İndi müsbətlərin içində ən kiçiyi 2-dir. Onda bunun qiyməti olacaq. Y üstü 2-dən müsbət sonsuza. Bu müsbət hissəsi. Mənfilərin içində ən böyüyü mənfi 2-dir. Ən böyük mənfi 2-dirsə, onda y üstü mənfi 2 1 bölünsün y kvadrat olacaq. İndi hara olacaq? Mənfi sonsuz. Y üstü mənfi sonsuz, yəni 1 bölünsün y üstü müsbət sonsuz deməkdir. Məxrəc sonsuz böyüdükcə kəsirin qiyməti 0-a yaxınlaşır, amma 0 alınır. Onda 0 1 bölünsün y kvadratı, y kvadratına müsbət sonsuz doğru cavab variantı olacaq. 12-ci sual. ABCD trapesiyasında BC AD-yə perpendikulyar paraleldir. Demək trapesiyada BC ilə AD paraleldir. Onda trapesiyanı qeyd edək. ABCD. BC 2-dir, AD 18-dir, CD 5-dir, BD 6-dır. BD 6-dır. Trapesiyanın perimetrini tapın. Demək, ABCD trapesiyanın BC AD-yə paraleldir. BC 2-dir. Bizə lazımdır AB tərəfini tapmaq. Onda biz nə edəcəyik? Bu üç bucağın tərəflərindən istifadə edək. Burada oxşarlıq var. Oxşarlıq nədə var? Diqqət edək.
Bu bucaq bərabərdir bununla. Daxili çarpaz bucaqlar. Digər tərəfdən bunun tərəflərinin nisbəti 2-nin 6-ya 3də 1. Bunun da tərəflərinin nisbəti 6-ın 18-i, bu da 3də 1. Onda bunun bu üç bucaqlar oxşardır. Oxşardır. Onda bu üç bucağın bu üçüncü tərəfləri ki var. Yəni x-in 5-ə nisbəti x-in 5-ə nisbəti bərabərdir 6-nın da 2-yə nisbətinə. 6-nın 2-yə nisbətinə. Onda buradan gedəcək x bərabər olacaq 15-ə. Bizdən də perimetrini istəyir. Trapesiyanın PABCD. Perimetrdə bunların cəmi 2, 5, 18, 15. Demək 15, 18, 2, 5. Bir yer 20. 20 üstünə 20 gələndə 40. Demək B variantı olar. Davam edirik. 13. Anansı qiymətində yeri gəlmişkən bunu kosinuslar teoremi ilə də yazmaq olardı. Bunu kosinuslar teoremi tətbiq edərdik. 5-in kvadratı bərabərdir 2-nin kvadratı 6-ın kvadratı çıx 2 vur 6 vur 2 kosinus alfa. Buradan kosinus alfanı tapandan sonra bunların eyni daxil çarpaz uzaqlardır. Bir dənə kosinuslar bunun üçün. X kvadrat bərabərdir 18-nin kvadratı 6-ın çıx 2 vur 18 vur 6 kosinus alfa. Həmin kosinus alfanı burada yerinə yazmaqla x-i tapardıq və oradan perimetri tapa bilərdik. Amma bu oxşarlıq biraz qısadır. 13-cü sual. A-nın hansı qiymətində bu tənliyin həlli var deyir. Bu tənliyin həllinin olması üçün buna diqqət edək. Qayda var. A sinus x plus minus B kosinus x-in aldığı qiymətlər müsbət mənfi kök altında A kvadrat üstəgəl B kvadratı aralığında olur. Yəni ən kiçiyi mənfi kök altında A kvadrat üstəgəl B kvadratı. Ən böyük isə müsbət kök altında A kvadrat B kvadratı. Yəni bu aralıqda olur. Demək bu kök altında 5 loqaritma 2 əsasdan A mənfi kökdə bunun indi əmsalları 2 ilə 1-dir. Kök altında 2-nin kvadratı üstəgəl 1-in kvadratı. Kökdə 5. Mənfi kök altında 5 ilə müsbət kök altında 5 aralığında dəyişməlidir. Hər birini kökdə 5-ə bölürəm. Mənfi 1 kiçik bərabərdir. Loqaritma 2 əsasdan A kiçik bərabərdir müsbət 1-dən. Demək ki, loqaritma 2 əsasdan A mənfi 1-dən 1 aralığında olmalıdır. Görək, bu 1-i loqaritma 2-yə gətirək. Mənfi 1-i yazıram. Loqaritma 2 əsasdan 2-də 1. Mənfi 1 edir. Loqaritma 2 əsasdan A. Bunda loqaritma 2 əsasdan 2 yazıram. Əsaslar eyni olduğuna görə və loqaritma 2 əsas 1-dən böyüksə artandır. Artanda kiçik-kiçikdir, böyük-böyükdür. Yəni A-nın qiyməti 2-də 1 ilə 2 arasında olmalıdır. 2-də 1 ilə 2 arasında, yəni B variantı olacaq. Davam edirik. Deyir 3x plus y bərabər 9, 4x minus 36 bərabər B tənliklər sisteminin sonsuz sayda həlli olarsa A plus B cəmini tapın. Sonsuz sayda həllin olması üçün nisbətlər bir-birinə bərabər olmalıdır. Yəni 4-də 3 bərabərdir mənfi 36-da A-ya. Çarpaz vursam 4A bərabərdir 3 vurulsun mənfi 36. Bunlar gedəcək 9 mənfi 27 edir. A mənfi 27 edir eyni qayda ilə. Bu da buna bərabərdir. 4-də 3 bərabərdir B-də 9. Bunu da çarpaz vursaq, bunlar ixtisar edirəm 3, B olur 12. B 12, A mənfi 27. Bunların cəmi eləyəcək mənfi 15. 15-ci sual. ABCD düzbucaqlısında OC-dir. OC-dir. 60 ise onda burada 60'dır. Onda bu da 60'dır. Çünki bu düzbucaqlının diagonalları bərabərdir və kəsmə nöqtəsində yarı bölünür. Yəni ona görə də 60-60. Bərabər tərəfli üçbucaq olur burada. OY 4'dür. OY 4'dür. Bizdən AC-ni istəyir. AC. Haradadır AC? Diagonal istəyir. Demək buranı götürəm x. X. Bura olacaq 60 dərəcə. Bura olacaq 30 dərəcə. Buna ehtiyac yox idi. 30 dərəcə bucaq qarşısına kat et. Hipotenuzun yarısı. Bura olacaq 8. Onda burada 8 olacaq. 16 elədi. BD 16 elədirsə demək AC də 16'dır. Doğru cavab C variantı. 16-cı sual. Limit x yaxınlaşır mənfi 2'də 3. Limitin deyir hesablayın. Burada diqqət etsin, mənfi 2'də 3'ü yazanda 0/0 alınır. Ona görə də bunu ya l'hopitallə ya da sadələşdirmə ilə həll edirik. Bunu bir fərq bizəm yazsaq surəti. 2x minus 3, 2x plus 3 edər. 2x plus 3'lər gedər. Qalar limit x yaxınlaşır mənfi 2'də 3. 2x minus 3 qalacaq. Çünki 2x plus 3'lər gedəcək. Yerinə yazıram
2 vurulsun mənfi 2-də 3. Çıxılsın 3. 2-lər gedəcək. Mənfi 3 çıxır 3, mənfi 6 C variantı. A parametrinin hansı müsbət qiymətində əbob AK-16 tənliyinin yeganə həlli olarsa, əkob A-K plus K-nı deyir tapın. Deyir əbob K kubu çıx 27 K kvadrat plus. Əbobda ortaq olan götürülür. Bunun da açılışı bu kublar fərqidir. Yəni K-3 K-nın kvadratı plus 3K plus 9 edir. Bunda diqqət etsəz görəsiz ki, budur. Eyni şeydir. Eyni şey varsa demək əbob elə odur. Yəni K kvadratı minus 3 plus 3K plus 9 bunun əbobu ona bərabərdir. Bu da bərabərdir AK-16. Keçirəm sol tərəfə. K kvadratı 3K, AK da gəlir bu izə olur çıx AK. Onda çıxılsın 3K üstə gəlsin K vurulsun A minus 3 minus A. Yəni K-nın mötərizə xərcini çıxartdım. Bir də üstə gəlsin 9 üstə 16 25. Bərabərdir 0. Tənliyinin yeganə həlli. Kvadrat tənliyinin yeganə həlli diskriminant 0 olanda olur. Yəni diskriminant B kvadratı minus 4AC. Yəni 3 minus A-nın kvadratı minus 4AC. Bərabər 0 olanda. Buradan 3 minus A-nın kvadratı bərabər 4 vur 25 100. Yəni onun müsbət mənfi onun kvadratı ilə də. Yəni 3 minus A bir dəfə müsbət ona bərabər olur. 3 minus A mənfi ona bərabər olur. Buradan A bərabərdir mənfi 7. A bərabərdir 13. İndi burada A paralelin hansı müsbət qiymətində? Mənfi 7 getdi. A olacaq 13. A-nın müsbət qiymətində. A-nı 13 götürdük. Gətirib biz K-nı da tapmalıyıq. Burada diqqət edək. A-nı 13 tapdıqsa bu tənlikdə A-nın yerinə 13 yazıb K-nı tapırıq. K-nı tapırıq. Bu olur K kvadratı. Üstə gəlsin 3K. Elə burada yazıram. 13 yazanda olur çıxılsın. A-nın yerinə 13 yazanda 10K. Üstə gəlsin 25 bərabər 0. Bu da olur K minus 5'in kvadratı. Bərabər 0. K da olur 5. İndi 13 çıxılsın 5, 13 üstə gəlsin 5. 13'dən 5 çıxanda 8, 13'ün üstünə 5 gələndə 18. 8 ilə 18'in əkobu da eləyəcək 72. Demək doğru cavab Y variantı olacaq. Davam edirik. 18. sual. 30 dərəcəli ikizbucağın bir üz üzərində yerləşən A nöqtəsindən onun tilinə qədər. Demək 30 dərəcəli ikizbucağın bir üz üzərində yerləşən A nöqtəsindən onun tilindən 5 cm məsafədədir. Tildən 5 cm məsafədədir. A nöqtəsindən digər üzə qədər məsafənidir. Tamam. X 30 dərəcə bucaq qarşısında dikkat et. Hipotenuzun yarısı, yəni doğru cavab C variantı olacaq. Davam edirik. Funksiyanın təyin oblasını tapın. Kökün dərəcəsi tək olarsa, kök altı funksiyanın özünün təyin oblası nədirsə odur. Yəni təsəvvür edin y bərabər x minus 2-dir də. X minus 2'nin təyin oblası nədirsə odur. X minus 2-də mənfi sonsuz və sonsuz qiymətlər alır. A və B vektorları arasındakı bucaq 120 dərəcədir. Modula bu olarsa ifadəni tapın. Modulda 3A minus 2B'ni biz kökün altında 3A minus 2B'nin kvadratı kimi yaza bilərik. Bu da bizə verər. Birincinin kvadratı 9A kvadratı çıxılsın 12A üstə gəlsin 4B'nin kvadratı. Burada diqqət edin, indi bu vektorlardır. Bu 9A kvadratın vektorun biz məlum məsələdir 9 modulda A'nın kvadratda yaza bilərik. Çünki A vektorunun kvadratı, yəni A vektoru A vektoru demək. Bu da A vektoru vurulsun A vektoru. Və onlar arasında bucağın kosinüsü. Kosinüs 0 dərəcədə 1 alır. Yəni bunu modul A'nın da kvadratı yaza bilirik. Amma bunu 12AB-ni modul A vurulsun modul B. Bir də aralarındakı bucağın kosinüsü. Kosinüs burada bucağı verib 120 dərəcə. Üstə gəlsin 4 vurulsun. Bunu da B'nin kvadratda yaza bilirik. Eyni AB qaydasına əsasən. Gətirib qiymətlərini yerinə yazsaq. 9 vurulsun A vektorunun kvadratı 1. 12 vurulsun A vektoru 1, B vektoru 4. Kosinüs 120 dərəcə mənfi 2'də 1 alır. Olur müsbət 2'də 1. Üstə gəlsin 4 vurulsun B kvadratda 4'ün kvadratı 16. Bərabərdir. Demək 9, kökün altında 9. Üstə gəlsin. Bu edir 12 vur. 12 oldu da bu. 4 ilə 2 gecə 2, 2 12'nin 24. Üstə gəlsin. Burada da 4 16'nın 64. Bu da bizə verəcək
88, o da 9. Kök altında 97. Yəni doğru cavab D variantı olacaq. 21-ci sual ifadəsinin qiymətini hesablayın. Buradan 3 çıxır. Ən içəridəkindən başlayacağız. 3, 13 + 3, 16. 16-dan 4 çıxır. Buradan 4 çıxdı. 4 + 21. 25, 5 çıxacaq. 4 + 5, 9. Kök altından 3 çıxacaq. D variantı. Deyir, bu funksiyası üçün f-9'u tapın. Törəməni. Nisbətin törəməsi kimi baxacaq buna. Nisbətin törəməsi məxrəcin kvadratı eləyəcək qız. Surətin törəməsi vur məxrəc. X kvadratın minus x vur məxrəc. Çıxılsın məxrəcin törəməsi vur surət. X kvadratın minus x bərabərdir. Məxrəc x. Surətin törəməsi vur məxrəc. Hə, bu törəmədir. X kvadrat çıxı x-in törəməsi ilə 2x minus 1 vurulsun köşdə x. Köşdə x-in törəməsi 1 bölünsün 2 köşdə x vurulsun x kvadratı minus x. Burada 9'u yazacaq yerine. Yəni birbaşa yazıram yerine 9. 9 için 18 çıxır 17. Vurulsun 9'dan 3 çıxır. Çıxılsın 1 bölünsün 9'dan 3 çıxır 6'da 1. Vurulsun 9'u qoyanda 81 çıx 9. 72. Bunlar gedir 12 dəfə düşür. 51 çıxılsın 12 bölünsün 9. 51'den 12 çıxanda eləyəcək 39 böl 9. 3'ə ixtisar eləyəcək. 3'də 13. Yəni 4 tam 3'də 1. 4 tam 3'də 1 B variantı olacaq. Hə, demək sinus alfa çıx sinus beta köşdə 2, kosinus alfa üstəgəl kosinus beta 1 olarsa kosinus alfa 1. Bunun açılışını yazaq. Görək bizə nə lazımdır? Kosinus alfa, kosinus beta çıxılsın sinus alfa, sinus beta lazımdırsa, onda biz bunu ancaq kosinus alfa, kosinus betanı bir yerdə kvadrata yüksəltsək ala bilərik. Eyni qayda ilə bunda. Kvadrat yüksəldirəm. Birincinin kvadratı, hasinin kimisli sinus beta üstəgəl ikincinin kvadratı, sinus kvadratı beta. Bərabər köşdə 2'nin kvadratı 2. Bunu da kvadrat yüksəldirəm. Kosinus kvadratı beta alfa. Üstə gəlsin 2 kosinus alfa kosinus beta. Üstə gəlsin kosinus kvadratı beta bərabərdir 1'in kvadratı 1. Tərəf-tərəfə toplayıram ona görə ki, bu 1 eləsin, bu da 1 eləsin. 1 üstə gəl 1 2. 2 çıxılsın 2 vurulsun. Bu sinus alfa sinus beta. Üstə gəlsin 2 vurulsun kosinus alfa kosinus beta. Bərabərdir 2 üstə gəl 1 3. Buradan da bunu biz tapsaq 3 çıxılsın ki 1 eləyəcək. Demək bu 1'dir. Mənfisi ilə 1 daha. Demək mənfi 2 sinus alfa sinus beta üstə gəlsin 2 kosinus alfa kosinus beta bərabərdir 1'ə. Buradan sinus alfa hamısını 2'yə bölürəm. Müsbəti qabaqda yazarım. Kosinus alfa kosinus beta çıxılsın sinus alfa sinus beta bərabərdir 1 2'yə böləndə 2'də 1. Yəni elə bunu istəyirdi bizdən. 2'də 1 yəni 0,5. Çünki bunun açılış elə bu idi. Bu da 0,5 idi. Doğru cavab 0,5. Mərkəzi ABC üçbucağının mərkəzi üzərində. Demək, mərkəzi ABC üçbucağının mərkəzi üzərində olan çevrə digər tərəflərə toxunur. Demək, bizə bir üçbucaq ABC üçbucağının mərkəzi üzərində, mərkəzi ABC üçbucağının mərkəzi üzərində olan mərkəzi ABC üçbucağının mərkəzi üzərində olan çevrə digər tərəflərə toxunur. Üçbucağın sayısı çevrənin radiusu 4 olarsa AB plus BC-ni tapın. Burada nəsə cümlədə qarışıqlıq var. Mərkəzi ABC üçbucağının oturacağı üzərində bəlkə demək istəyir yəqin ki. Oturacaq deyəli. Demək, mərkəzi ABC üçbucağının mərkəz olmasın, oturacaq olsun. Oturacağı üzərində olan mərkəz budur. Belə düşünək, görək nə oldu. Demək, mərkəzi ABC üçbucağının oturacağı üzərində olan çevrə digər tərəflərə toxunur. Üçbucağın sahəsi 32 olarsa, çevrənin radiusu da 4'dür. Onda bunu birləşdirəm 4 yazıram. Bunu da birləşdirəm 4 yazıram. Radius toxunma nöqtəsi perpendikulyardır. Perpendikulyar yazıram. A yazıram. B yazıram. Və bunu da bundan birləşdirirəm. 2'də 1 vurur 4A ilə 2'də 1 vurulsun 4B'nin cəmi 32'dir. Burada düz demişik. 2A plus 2B bərabərdir 32'yə. Onda A plus B bərabər olacaq 16'ya.
Bizdən AB plus BC, yəni A üstəgəl B-ni istəyirdi. Elə cavab 16. Hə. Demək mərkəzi ABC sualın mərkəzi oturacağı üzərindədir. Nəysə davam edirik 25-ci sual. Kompleks ədədin modunu tapın. Kompleks ədədin modunu tapmaq üçün uşaqlar, bəzi uşaqlar yəqin ki bunu düşünür ki, qoşmasına vuraq, həll eləyək, tapaq. Yox, vurmayacaqsınız. Modulları vurmada və bölmədə ayıra bilirsiniz. Yəni bunu modulun 3 plusu ilə 3 minusu modulları nisbət kimi yaza bilərik. Modul tapmaqda kök altında həqiqi və xəyalisinin kvadratlar cəmi. Yəni 3-ün kvadratı üstəgəl 1-in kvadratı. Eyni qaydayla 3-ün kvadratı üstəgəlsin mənfi 1-in kvadratı. Bu da eyni şey verəcək kökün altında. 9, 10 eləyəcək, bu da 1 eləyəcək. Demək, kompleks ədədin modulu 1 olacaq. Davam edirik. 26-cı sual. Üçbucağın ABC tərəfləri bu şəkildədir. Şərtini ödəyirsə bu üçbucağın perimetrini tapın. Burada diqqət edək. Modulların cəmi sıfırdan kiçik bərabər verib. Kiçik versəydi boşluqluq. Yəni modulların cəmi sıfırdan kiçik olmaz. Bərabər verdiyinə görə bu kiçik və ya bərabərdir. Yəni kiçik halı ödənmir, bərabərlik halı ödənir. O vaxt ödənir ki, özləri ayrı-ayrı da 0 olsun. Yəni A plus B minus 13 sıfırdır. Yəni buradan A plus B 13. B plus C minus 14 sıfırdır. B plus C 14. Və A plus C minus 15 sıfırdır. A plus C 15. Onda bunu tərəf-tərəf toplayıram. 2 vurulsun A plus B plus C alıram. 13, 14, 15. Bunu da eləyir 30, 42. 2'ye bölürəm. A plus B plus C də olur 21. Bu zaman perimetrin, tamam. Perimetrdə tərəflərinin cəminə bərabər 21. Sonra nə verib? Uyğunluğu müəyyən edin. X minus 2 kiçikdir 4. Modul X minus 2 4-dən kiçiksə, demək X minus 2 4 ilə mənfi 4 arasında. Hamısına 2 əlavə edirəm. Mənfi 2, X 6. Baxırıq cavablara. Ən kiçik tam 50 mənfi 5'dir. Deyil. 3 natural həlli var. Deyil. Ən böyük tam 50 6'dır. Deyil. 4 natural həlli var. O da deyil. Ən kiçik tam 50 mənfi 1'dir. Doğrudur. Çünki bunun tam həlləri mənfi 1, 0, 1, 2, 3, 4, 5 bunlardır. Bir dənə doğru cavab 1'ə bu oldu. Keçdik ikinciyə. Modul X 1,3'də 1 ilə 5,5 arasında yerləşirsə, bu 1 idi. Demək X 1,3'də 2 ilə 5,5 və yaxud da ki, mənfi 5,5 ilə mənfi 1,3'də 2. Çünki bu halda da doğru olacaq. Şimdi baxırıq cavablar. Ən kiçik tam 50 mənfi 5 doğru. Demək doğrudur. 2'yə olacaq. 2'yə uyğun olacaq. Sonra 3 natural həlli var. Baxırıq 1, 2, 3, 4, 5, 2, 3, 4, 5, 2, 3, 4, 5, 4'dən oldu. Olmadı. Sonra ən böyük tam 56'dır. Deyil. 4 natural həlli var. Hə, doğrudur. 4 natural həlli var. Bu da 2 olacaq. Demək AD, 2 AD olacaq. Sonra 7'dəki keçdik 3-cüyə. 7'dəki 2 bölü 2 2'də 1. Bunun hamısını tərsini yazıram. Tərs yazanda bərabərliyin şahisi dəyişir. Yəni 1'də 2, 2 kiçikdir x bölü 2. O da kiçikdir 2'də 7. Hamısını 2'yə vururam. 4, x 2'yə vuranda 7. Bunda baxıram cavablara. 3 naturali var. 5, 6, 5, 6 yox. 2 naturali var. Ən böyük natural, ən böyük tam 56'dır. Doğrudur. Bu da 3'dür. 3 natural həlli olan olmadı. Mənim bildiyimə görə olmadı. Demək doğru cavablar bu olacaq. 1'ə Y, 2'yə AD, 3'ə də C. Davam edirik situasiya sualı ilə. Şagird, tələbə, müəllimlərdən ibarət 30 nəfərlik heyət. Demək, qeydiyyat aparaq yavaş-yavaş. Şagird, tələbə və müəllim. 30 nəfərlik heyətdir. Ekskursiyaya məqsədlə düşərgəyə olan müəllimlərin sayı tələbələrin sayından 3 dəfə, şagirdlərin sayından 6 dəfə azdır. Demək, ən az müəllimlərin sayıdır. Tələbələrin sayından 3 dəfə, şagirdlərin sayından 6 dəfə azdır. Demək, 3, 2, 6, 19, 12'si 30'a, x-in 3 olduğunu alarıq. Demək, şagird 3, 6'nın 18, tələbə 3 üçün 9 və müəllim 3, 1'in 3 imiş, 3 nəfər imiş. Düşərgədə qalmaq üçün qurulmuş hər bir çadırın aşağı hissəsi eni 2 metr, hündürlüyü 0,8 metr olan düz bucaqlı paraleliped. Demək, budur. Hə, burada şəkildə biraz əyri düşüb uşaqlar. Şəkil əslində belə, biraz əyri düşüb. Demək, şəklin ön hissəsi elə yox. Demək, belə. Şəklin öndən görünüşü budur. Demək, buraları verib 0,8, 0,8. Buranı köşdə 2, köşdə 2,
Şəkil elə bilmirəm ki, budur da indi. Mən də çəkim burada. Təsəvvür edin budur. Düzü mən də yaxşı çəkmədim, ancaq budur. Belə bir şeydir. Burada 2 metrdir. Enindən də 2 metrdir. Belə bir şəkildir. Bir dənə dayaq bərkidilib. Düz qabağa. C-dən təsəvvür edin bura. Bir dənə dayaq bərkidilib K nöqtəsi. Qeyd edək. Şəklimiz budur. Bizə nə istəyir bu görək. Birinci suala baxaq görək nə istəyir. Şəkli qeyd edin. Bir çadırın giriş hissəsinə ABCD'yi. ABCD'yi hardadır ABCD? Ha burada ABCD'yi. Bu giriş hissə burada. Bu giriş hissəni deyir ən azı neçə kvadrat metr parça sərf olunduğunu hesabını sahəsini istəyir bizdən. Bu da diqqət etsə görək bir dənə düz bucaqlı, bir dənə də üç bucaqlıdan ibarətdir. Burada 2'dir. Diqqət edək bir dənə yaxınlaşdırım bunu. Rəngini də dəyişək. Demək bura 2'dir. Bura köşdə 2, köşdə 2'dir. Onda aha Pifagor teoremi. Köşdə 2'nin kvadratı, köşdə 2'nin kvadratı 2 eləyəcək. 2, 2, 4, 2 çıxacaq. Onda 90 dərəcəymiş bu. Düz bucaqlı, üç bucaq imiş. Belə, bunun sahəsini tapıram. Bu düz bucaqlının sahəsi S, ABCD. Bu eləyəcək ABDY daha doğrusu. ABDY 2 vurur 0.8. SBCD üç bucağın sahəsi də katetlər hasının yarısı. Köşdə 2, köşdə 2'nin yarısı. O da 1 eləyəcək. Onda 1.6 üstə gəl 1, cəmi 2.6. Düz hesabladıq. 1.6, 2 vur 2, 2, 1. Aha. Demək, giriş hissənin sahəsi olacaq 2.6 kvadrat metr. Bizdən də bunu istəyir. Sonra ən azı neçə metr bu qədər. İkinci, K dayağı nöqtəsindən çadın ən yüksək C nöqtəsinin çəkini dartın ipin uzunluğu. Bunu. Bizdən bunu istəyir. Bunun üçün nə edirəm? Buradan bir perpendicular edirəm düz aşağı. Bunu tapıram. CK-nı tapacağıq, amma bu nə verəcək? Bizə nəsə verib burada. 2.6, 2.6 belə verib. 2.6, bu da 2.6'dır. Onda biz belə eləyək. Buradan K'dan bura indiriləni tapaq. 2.6, 2.6, 2'dirsə, onda bura yarı bölünəcək. Bərabər yanlıdır çünki. 1 olacaq. Onda buranı Y qəbul edirəm. Bizdən buranı soruşur. X götürəm buranı. Burada diqqət eləsəz uşaqlar. Yaxınlaşdıram, biraz yaxınlaşdıram görünəcək. Burada bir düz bucaqlı, üç bucaq var yerdə. Bir kateti 1'dir, hipotenuzu 2.6'dır. Digər katetini biz tapacağıq. Y kvadrat bərabərdir 2.6'nın kvadratından çıxacaq 1'in kvadratı. 6.176 1 5.176. Onda bu olacaq Y olacaq 2.4. Bura 2.4 olandan sonra buradan bura məsafəni də tapa bilərik. Demək necə? Buradan bura elə bura qədər düz bucaqlı üç bucağın hündürlüyüdür. Bərabər yanlı olduğuna görə hipotenuzun yarısı 2'nin yarısı 1. Aşağı qədər də 0.8'dir. Onda ümumi 1.8'dir. Yəqin inşallah görürsünüz, başa düşürsünüz. İndi biz x'i tapmaq üçün 1.8'in kvadratının üstünə 2.4'ün kvadratını gələcək. 3.124, 5.176, 9 tam. Onda x olacaq 3. Demək doğru cavab 3 olacaq və 30-cu sual. Tələbələr və şagirdlər arasında odun toplamaq üçün təsadüfi 3 nəfər seçilir. Seçilənlərin ikisinin tələbə, birinin şagird olması. Demək, tələbələr və şagirdlər arasında. Demək, 3 nəfər seçilirsə, ikisinin tələbə, birinin şagird olması. İndi diqqət edək, mən bir tərəflərini yazdım. Bir tərəfini yazdım. Baxırıq, tələbə nə qədərdir? Ümumi tələbə və şagirdlər neçə nəfərdir? Tələbə və şagirdlər 18 + 9 27 nəfərdir. Ümumi məxrəcdə 27-dən öz. Deyir ki, ikisinin tələbə 9 idisə, kombinizon 9-dan 2, birinin şagird. Şagird də 18 olmalı idi. 18'dan 1. Bunu hesablayırıq. Birisi 9 faktorial bölünsün. Biraz yaxınlaşdıraq. 9 faktorial bölünsün. 7 faktorial vurulsun 2 faktorial. Burada da 18'dən 1 ilə 18'dir. 27 faktorial bölünsün. 24 faktorial vurulsun 3 faktorial. Bərabərdir. Burada hesablama aparaq. 9 faktorial 7 faktorial gedəcək. 8 vur 9. 8 ilə 2 gedəcək. 2 faktorial 1 2 eləyir.
4 9-un 36 vur 18 sürətdə alındı. Məxrəcdə 27-4-ə qədər gedəcək 25, 26, 27. Məxrəcdə də 1, 2, 3, 6 eləyəcək. 6-nı atıram sürətə. Neysə, burada ixtisarlar inşallah gedir. 9-a gedir 4 dəfə, 9-a gedir 3 dəfə. 3-dən bu gedəcək 2 dəfə. 2 ilə də 26-na aparam 13 dəfə. 4-ü vuram 18-i 72, 25-i 13-ə vuram. 12-yə vuranda 300 eləyir. 13-ə vuranda 325 eləyir də. Demək 325-də 72. Belə dəyərli şagirdlər, inşallah ki, faydası olacaq. İmtahana da az müddət qalır. Ümid edirəm ki, hər biriniz uğur qazanarsınız. Sağ olun, növbəti videoda görüşəndə.